Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu dəfə əhalinin gözünün qeydinə qalır. Səyyar klinikalarla işğaldan azad olunmuş ərazilərdə əhalinin gözləri yoxlanılıb və müəyyən diaqnozlar qoyulub. Eyni zamanda hər hansı bir gözlə bağlı problemlər varsa yerindəcə müayinə və müalicə olunub. Detalları izləyək. Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhalinin növbəti tibbi müayinələrini təşkil edib. İşğaldan azad olunan ərazilərə böyük qayıdış proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Növbəti belə tədbir aprelin 30-da baş tutub. Nazirliyin Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən Ağdərə rayonunun Talış kəndində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. Müayinələr əsnasında vətəndaşlar quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Ümumilikdə oftalmoloji aksiya çərçivəsində 70-ə yaxın vətəndaş müayinədən keçib. Tibbi ərazi bölmələrinin idarəetmə birliyi ümumilikdə immunizasiya həftəsi ilə bağlı maarifləndirici, çox maraqlı bir məlumat yayıb. Baxaq görək immunlaşdırma nədir və nəyə görə məhz immunizasiya həftəsində vaksinlərin və peyvəndlərin haqqında ən azından məlumatlı olmaq gələcəyimiz üçün vacibdir. Ümumdünya İmmunlaşdırma həftəsi ictimaiyyətin diqqətini yoluxucu xəstəliklərdən qorunmaq üçün əsas profilaktik tədbirlərdən olan immunizasiyaya cəlb etmək məqsədini daşıyır. Bu maarifləndirici məlumatı təbib yayıb. Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və ölümdən xilas edən əsas sağlamlıq tədbirlərindən biridir. İmmunizasiya hər il 2-3 milyon insanı difteriya, tetanus, göğüs kürək, qızılca, paratit və məxbərə kimi infeksion xəstəliklərdən qoruyur. Hər bir uşağın hələ də dünyada ciddi fəsadlar yaradan ağır xəstəlikdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var. Məhz bu səbəbdən də immunlaşdırmanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir, deyə təbibin məlumatında deyilir. Siqaretin vergiləri artırılsa, 280 mindən çox uşağın həyatı xilas ola bilər. Necə? Sujeti izləyəndə biləcəksiniz. Aşağı gəlirli ölkələrdə siqaret vergilərinin artırılması ildə 281 min uşağın həyatını xilas edə bilər. Bunu alimlərin yeni araşdırmasının nəticələri göstərir. Yeni təhlilə görə aşağı gəlirli ölkələrdə mövcud siqaret vergilərini artırsalar, bir il ərzində 5 yaşa qədər uşaqlar arasında 1/4 milyondan çox ölümün qarşısı alına bilər. İkinci əl tüstüyə məruz qalmaq kiçik uşaqların sağlamlığına zərər verə bilər. Astmanı pisləşdirə, ağciyər funksiyasını poza bilər və qəfil körpə ölümü sindromunu daha həssas edə bilər. Siqaret çəkmə nisbətlərinin azaldılmasına kömək etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə siqaretə perakəndə satış qiymətinin 75% qədər vergi tətbiq etməyi tövsiyə edir. Ancaq bir neçə aşağı və orta gəlirli ölkə bunu reallaşdırıb. The Lancet Public Health-da dərc olunan yeni hesablamalara görə siqaret vergiləri 75% səviyyəsində saxlanılsa, 5 yaşından kiçik uşaqlar arasında təxminən 281 min ölümün qarşısını almaq olar. Bu, tədqiqata daxil olan 94 ölkədə 2021-ci ildə ölən 4,7 milyondan çox gənc uşağın 6%-idir. Müharibə veteranlarının beyni ilə, atası ilə anası dalaşan uşağın beynində eyni proseslər gedir. Təsəvvür edirsinizmi? Bir uşaq evdə valideynlərinin qışqırığını, davasını eşidirsə, onun başında təxminən müharibədə, savaşdakı o dəhşətləri görən adamın beynində eyni formada dəhşət yaşanır. Alimlərin bu yeni ixtirası məncə bir çox valideynləri düşünməyə vadar edəcək.
Son araşdırmalar göstərir ki, valideynləri arasında tez-tez və kəskin münaqişələrə şahid olan uşaqların beyin görüntüləri müharibə bölgələrində olan əsgərlərin beyin fəaliyyətinə bənzəyir. Bu tapıntılar uşaqların beyin inkişafının yaşadıkları mühitin təsiri altında necə dəyişə biləcəyini və bu dəyişikliklərin uzun müddətli psixoloji nəticələrə səbəb ola biləcəyini ortaya qoyur. Böyük Britaniyada yerləşən uşaqlara və ailələrə psixi sağlamlıq dəstəyi göstərən Anna Freud mərkəzinin alimləri MRT görüntüləri vasitəsilə 40-dan çox uşağın beyin fəaliyyətini araşdırıb. Mütəxəssislər bildirib ki, ailə daxili yüksək gərginlik, zorakılıq və münaqişələr uşaqlarda travmatik təsir yaradaraq beyin inkişafına mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar xüsusilə qorxu, güvənsizlik və davamlı stres hissi ilə yaşadıkları üçün gələcəkdə emosional tənzimləmə və sağlam münasibət qurmaqda çətinlik çəkə bilər. Psixoloqların sözlərinə görə uşaqlar sözlərdən çox ətraf mühiti hiss edir. Sevgi və anlayışla dolu bir ailə atmosferi yaratmaq onların sağlam və uğurlu gələcəyə doğru atacağı addımlarda ən güclü açardır. Əvvəllər deyirdilər, internet ailələri dağıtdı, evləri yıxdı. İndi isə bu internetin adı biraz forma dəyişib, ChatGPT olub. Dünyada ilk dəfə olaraq qadın ChatGPT ərindən ona daha çox qayğı göstərir və intim münasibətdə onu çox daha yaxşı qane etdiyi üçün 20 illik həyat yoldaşını boşayıb və deyir ki, nə olursa olsun Amerika qanunlarını dəyişməlidir və mən ChatGPT-ni öz həyat yoldaşım kimi görmək istəyirəm. Üstəlik də ona ad da qoyub, Leo. Qadın 20 illik həyat yoldaşından boşanaraq ChatGPT ilə münasibət qurduğunu açıqlayıb. Charlotte adlı qadın evliliyini sona çatdıraraq Leo adlı süni intellektlə münasibət qurduğunu bildirib. Onun sözlərinə görə Leo ilə olan əlaqəsi ona emosional və hətta cinsi məmnuniyyət verir. Charlotte da həyat yoldaşının qayğıkeş olmadığını və bu səbəbdən süni intellektlə əlaqə qurmağa başladığını qeyd edib. Qadın həmçinin Leo adlı süni intellektlə toy planlaşdırdığını da açıqlayıb. Hadisə süni intellektin şəxsi münasibətlərə necə təsir etdiyini nümunələrindən biridir. Daha yaxşı başa düşür bəhanəsi ilə çoxsaylı sosial şəbəkə istifadəçiləri rəfiqələrindən uzaqlaşıb süni intellekt ilə dost olur. Bu hal artıq kütləvi hal almağa başlayıb. İnsanlar süni intellektlə qurduqları əlaqələri real münasibətlərdən daha məmnun qalır və bu zaman belə bir sual yaranır. Süni intellekt özü ilə bərabər total tənhalıq məfhumunu dəb halına gətirəcəkmi? Qadınlar azadlığını sübut eləmək üçün ilk növbədə büzqalterdən imtina edirlər və deyirlər ki, bu onların sağlamlığına ziyandır. Bundan əlavə nəyə görə gözəl görünmək üçün bu ağırlığı üstlərində daşımalıdırlar və bundan əlavə alimlər də sübut edirlər ki, bu iç geyimin, alt geyimin bir çox fəsadları var. Həkimlər eləyib, estetik cərrahlar isə büzqalterin bədənə içəridən, dərinin altından tikilmiş tor formasında olan bir növünü kəşf ediblər və gizli büzqalter adında bu əməliyyat kifayət qədər dünyada yayılmağa başlayıb. Qadınlar artıq üstdən iç geyimi geyməyəcəklər və bu əməliyyatı eləməklə ömürlərinin sonuna qədər süd vəzlərini müxtəlif deformasiyalardan qoruyacaqlar. Bilmirəm, gözəlliyə görə belə bir əməliyyata getməyə dəyərmi ya yox, bu barədə nə cavabınız varsa bizə sosial şəbəkələrdən izləyəndə mütləq yazın. Plastik cərrahiyyədə yeni trend, gizli büzqalter adlanan tip sahəsində yeni və qeyri-adi estetik əməliyyat artıq bir çox qadının seçiminə çevrilib. Bu yenilik plastik cərrahiyyədə inqilabi bir addım kimi qiymətləndirilib. Metodun mahiyyəti döş nahiyəsində dəri altına xüsusi tor şəkilli materialın implantasiya edilməsindən ibarətdir. Bu material sinəni içəridən dəstəkləyərək onun formasını uzun müddətli şəkildə qorumağa kömək edir. Əməliyyatda istifadə olunan materiallar adətən bioloji parçalanan polimerlərdən, insan və ya heyvan toxumaları əsasında hazırlanır. Həkimlərin sözlərinə görə bu cərrahi müdaxilə süd vəzi sallanmasının qarşısını alır və hətta yaşlılıqda belə sinə formasının dəyişməsinə şərait yaradır. Nəticə olaraq sinə uzun müddət daha dik və estetik görünür. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.